Gəlin səmimi olaq. Biznesiniz sizə pul qazandırmalıdır, yoxsa siz ona qulluq eləməlisiniz? Hər gün müştərilər etdikləri zənglər, WhatsApp-a yazılan mesajlar, müştəri gəlməyəndə əsəbləşirsiniz, axşam vaxtı kassanı yoxlayırsınız və müştərilərlə paralel əməkdaşlarınızın ödənişlərini yoxlayırsınız. Belə biznes idarə etmək olmaz. Məncə buna biznes deyil də xaos deyə bilərik. Və birazdan mən sizə bu xaosu öz ekosistemimizdə necə düzəldə bilərik, onu göstərəcəm. Videoya keçirik. Telefon zəngləri, WhatsApp mesajlarını unuda bilərsiniz. Müştərilər 24/7 seçdikləri xidmət üzərindən özlərinə vaxt seçə bilərlər. Eyni zamanda 2 nəfər yazılması mümkün deyil. Siz isə bu təmiz paneldə bugünkü gəlirinizi, aktiv rezervasiyaları, fiziki resursları, misal boş şkaflar, boş otaqlar və yaxud brasletlər, onların məşğulluqlarını saniyələr içərisində görməyiniz mümkündür. Əməkdaşlarınızın əldə etdikləri faizlər, ambar uçotları, kassa dərdiniz bitir. Sistem hər kəsin payını, xərcini, xalis qazancınızı avtomatik olaraq hesablayır. Bununla paralel müştərilərinizə rəqəmsal loyallıq kartı verirsiniz. Və dostunu gətir kampaniyası ilə onları sizin ən sadiq marketinq reklamçınıza çevirə bilərsiniz. Ən yaxşısı da nədir bilirsiniz? Heç bir texniki işdə başınızı ağrıtmırsınız. Sizə sadəcə biznesinizi bizim ekosistem içərisində necə işlədəcəksiniz, onu təlimdə keçirik. Bütün quraşdırmaları, sistemləri özümüz qururuq. 14 gün ərzində biznesiniz saat kimi işləməyə başlayır. Biznesinizin linki ilə daha rahat işlədə bilərsiniz.